Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Bu günləri Allaha şükr eləyərək Cəhalət Mühəndisliyi Qələbənin 237-ci bölümünü başlayıram. Görək ki, bu günləri Türk dünyasının yaratdığı dil və yazı uyğarlıqlarından və divar kimi hörüklər ondan uzaqlaşırıq. Gedək görək ki, bu günləri hangi kitab ürcahımıza çıxacaqdır. Download bölümlərində kitablarımıza baxaq. Gəldik, yetişdik. Dünənləri Muhakimətül Lüğəteyni oxuduq. Mən bu kitabın adını eşidəndə deyirdim ki, çox böyük bir kitabdır və lüğətdir çox. Yəni o ingiliscə söz vardı, deyirlər ki, indi o ingiliscə kitabın cildinə baxıb qəzavət eləməyin, içinə var nə yox. Mən doğrudan bunun adını eşidəndə deyirdim ki, alim bir kitabdır həttəmən. Burada iki dana dili, lüğətlərin qoyur bir-birindən müqayisə edir ki, hangisi hansından güclüdür. Amma dünən kitabı açdıq, gördük ki, 18 səhifəlik bir kitabdır. Sonra da mən gecə bunu axtardım, o dostumuzun Telegramdakı kanalından, yəni Azərbaycan Kitabxanası kanalından axtardım. 10 dana tapdım, 10 link tapdım. Onunda da elə 18 səhifəlik müxtəlif şeylərdə. Amma dünənləri gördük GPT-də axtaranda gördük ki, orada bəzən tərcümə ilə, şərh ilə falan 80 səhifə ilə 150 səhifə arasına yerləşdiriblər. Amma elə həmin 18 səhifədir. Amma çox mənim üçün milli ruh deyəndə burada adam burada milli ruh dirilir. Hələ mən onu yaxşı oxumaq başarmıram. Umaram ki, inşallah türkü oxumağım yaxşı olsun. Onu mən həttəmən bir 2-3 saat içində yaxşı olsa türküm oxuyaram. Dostların ixtiyarında qoyarıq ki, məsələn bir saata falan adam oxuya bilsə onu. Gözəl bir şey olar. Səs kitab olar, səsli kitab olar. Bugünkü kitaba baxanda, bugünkü kitabın adını burada yazıblar. Türkü təqvim, təqvimi türkü və yazıblar ki, 87 səhifədir. Baxanda görürük ki, bunun o birisi səhifələrin hər səhifəsində, PDF-in hər səhifəsində kitabın 2 səhifəsini qoyublar. Bu da bunu deyir ki, yəni bu 170 səhifəlik bir ya 180 səhifəyə yaxın bir kitabla 174 səhifəlik bir kitabla qarşı-qarşıyıq. Əvvəl kitabın özünə bir baxaq görək. Nədir? Təəssüflə dedim bu İranda oradan aparıblar. Adam burada baxanda bilmir ki, bu kitabdır, nədir? Çox pis iş görüblər. Hər halda burada cildi görürük, cildin üstündə nəqqaşi kimi bir şeylər var. Məclisin o armından sonra əlbəttə. Bir də nəqqaşilər var ki, bu nəqqaşi də düşüb, bu məclisin də əksi düşüb onun üstünə, adam bilmir ki, nə cürdür. Onu bir qəşəng təşxis verə görə ki, nə cür bir vəziyyətdə, acaba bu bir növ nəqqaşidir, yoxsa şeydir. Hər halda kitabın köhnəliyi bəllidir. İkinci səhifəsinə gedirik. Dalbadal möhürdür ki, basıblar məclis tərəfindən bu kitabın üstünə. Əvvəl bu kitabı Kitabfuruşi Mustafi Tehran Şahabad, yəni Məhəmməd Rza Şah zamanında bu kitab Mustafi kitab satan yerində varmış, oradaymış. Sonra indi bunu hər kəs alıbdı, indi burada bir şey görürük, əlbəttə bilmirəm nədir. Kitabın 1382-də, hər neçədə burada 1, 2, 3 dana tarix yeyilibdir ki, bazı sansur idarəsindən keçibdir. Bir dana ayrı bir şey görürük burada, möhür görürük. Bir dana da kağız görürük, məclisin özünün kağızıdır, yazıb təqvim. Və burada bir şey yazmışmışlar, rəsmən üstün sansur eləyəndə siliblər, rəsmən. Yəni bəllidir ki, bunun üstünə bir pambıq qoyublar, su qoyublar, çəkiblər o üz bu üzə, bunun rəngini siliblər ki, oxunmasın. Əlbəttə burada bir şey yazıbdır, qeydə bilsəm ora yenə baxaram. Kitabın enini burada ölçüblər. 2 səhifəni açanda dib-dibə
28 ya 29 santimetr boyu eni olur 2 səhifə, yəni 14 yarım hər səfənin enidir. Boyuna baxanda boyu da olur 20 santim, yəni ki boyu da 20 santimdir. Buracan görürük ki bir səfə, iki səfə, 3 səfə fəqət elə o şeydir, yəni 6 səfə burada elə getdi şeyə. Kitabın o möhürləri göstərirlər. Özlərinin şahkarlarını göstərirlər ki, nə tür kitablara zərər ziyan vurublar. Məclis-i Şurayı Milli də burada möhrünü görürük kitabın 1-ci səhifəsində. Kitab 3 tərəfi boş qalıbdı yazı üçün. Hətta deyək ki, 2 tərəfi, üstü və ağız tərəfi, kitabın 2 tərəfdən ağzı və üstü, aşağı tərəfi yox. 1-ci səhifənin dövrəsinə bir çərçivə çəkiblər, bir xəttinə, qara xətt. Səhifələrdə də daxil o çərçivə yoxdur. Xətti çox bir gözəl, indi xoşnevisi deyirlər, mən nə deyirlər bunların adlarını bilmirəm. Amma gözəl bir xətdir, 3 səfəsi yazılıbdır, burada bir də hesablar eləyiblər, sonra gedibdir, yenə də bir neçə səhifə yazılıb və hətta burada deyə bilərəm ki, 6-cı səhifənin 6 da deməyək, hətta 1, 2, 3, 4, 5, 6, 7-ci səhifənin ortasında boş yer qoymuşmuşlar ki, bunun dövrəsində, altında, üstündə indi cədvəl nəqqaşı ya mühasibət, ya cədvəllə nəqqaşı çəkəcəkdirlər, ya da ki, burada bir mühasibət eləyəcəkdirlər ki, eləməyiblər. Səfələrə baxırıq, bir çoxu yarımçılıqdır, yəni bunlar yarımçılıq qalmağın illəti yenə də ya cədvəl çəkəcəkmişlər, ya nəqqaşı, ya da bir mühasibət aparacaqmışlar. Gəlirik burada bir yerə, mütəəssifanə bilmədim neçinci səhifədir. Görürük ki, yenə də burada bir yerin kitabın siliblər. Kamil siliblər, təəssüflə aradan gedibdir. Sonra yenə Bismillahirrahmanirrahim ilə bir ayrı bölüm başlayıbdır. Yəni o qutaranı bəlli deyil harda qutarıbdır. Bəlkə bu birisi səhifəni də siliblər. Yəni o səhifə ki ağdır, orada da bir əlamətlər görünür ki, səfər bunu məsələn belə nəzərə gəlir ki, bura əvvəl su vurublar, siliblər, sonra bunun midat siləcəklə siliblər, kağızın biraz üstü də gedibdir. Hər iki tərəfdə bunu adam görə bilir. Yəni həm bu səhifədə ki yazılır əşğasında ortaya quşəsinə tərəf orada birazını siliblər, həm də bu birisi səhifədə bunu görürük, hər yeri o cürsə gəlir. Bu birisi səhifədə bir ayrı bölüm başlanır, Bismillahirrahmanirrahim. O üzki səfə ki, bu səfənin dalısı, yəni bu səfənin indi bu üzünə biz baxırıq, bu üzünə, bu birisi səfə ki, indi üstə silinibdir, onun əksi belə bu birisi üzə çıxıbdır, bəllidir ki, şey olubdur. Bu tərəfdə də görürük, yenə də aynı məsələ, yəni sililməkləri görürük. İndi burada hətta biraz içəriyə geçsəm deyərəm ki, nəzərə gəlir ki, burada bir iddə sətirləri bir dənə bir şey vardı, mürəkkəb kimidir, ağ. Çəkirlər xəttlərin üstünə, onun tazaşların üstündən yazırlar. Nəzərə gəlir ki, hətta bəlkə bu səhifə, yəni Bismillahdan sonraki bu birisi səhifənin səhifəsi və bu səhifənin birazdır, bu səhifənin biraz o mürəkkəb kimi bir şeydir çəkirlər. Onunla bunlar silinibdir, üstünə taza yazılıbdır. Burada kitabın buradan şey yox idi. İkinci başlayanda kitabda bir dənə böyük çərçivə çəkiblər, böyük çərçivə 2 səfənin üstünə çəkiblər. Yəni sonra da hər səfənin mətləbinin özünün dövrəsinə 2 çərçivəli çərçivə çəkiblər, içi boş çərçivə. Bu davam edir, o birisi səfələrdə də bunu görürük, amma bunun yazıları da var, yazılar da bəllidir ki, bu çərçivələri sonralar çəkiblər, çünki yazılar o yerdə ki, o çərçivələrdən keçibdir, onlarda o çərçivəni çəkməyiblər. Genə elə burada həman şeyi görürük, kitab silinibdir.
çox görünür. Yəni bu kitabda çox yerlər silinibdir, təzədən yazılıbdır. Belə görünür. Əlbəttə bunları indi birazdan sonra qeyd edib təzədən oxuyanda görərik. Burada bu səhifədə görürük ki, bir çox qırmızı yazılar da vardı. Cədvəlləri görürük ki, qırmızı qərə ilə dolu cədvəllərə yetişirik. Mühasibat, cədvəllər. Cədvəllər çoxaldılar da yavaş-yavaş o yazılara o qədər yer qalmadı. Amma nəzərə yenə dediyim kimi gəlir ki, kitaba əl aparılıbdır. İndi ya hansı zamanda əl aparıblar, nə hansı amacla əl aparıblar, bəllidir. Mən yəni indi and içə bilərəm ki, bəli, bunları şeylə ağ mürəkkəblə üstlərini çəkiblər. Sonra quruyəndən sonra təzədən yazıblar. Aynı qələmlə yazmağa da çalışıblar. Bunu indi and içmək olar. Yəni bir nəfər istəyə bunu andına nisbat eləyə. Mən andına nisbat edirəm ki, bunları bu kitabın bir çox yerin o cürsə qərələyiblər. Sansur eləyiblər. Dəyişdiriblər. Yəni əslində mən deyə bilərəm ki, burada dəyişdirmələr olubdur, bir şeylər olubdur. İndi kimin əli ilə olub, hansı zamanda olub. Burada da yetişir bir dənə tarixə yetişir ki, tarix qoyubdur, təzədən bir səfə yazı və 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. Hamısı cədvəldir. Bunlar ki deyirəm, bunlar hələ buradan da bu üzə tamamən cədvəldirlər, mühasibatdırlar. Amma heç baxmamışam, görürəm cədvəllər nə haqdadılar. Cədvəli hərəkati sinin məcmui müştəri və 3 və uqdə. Nədir deməkdir türkcədə? Burada da bu səhifədə də belə nəzərə gəlir, kitab cırılıbdır. Cədvəli ərzi mər'i ətarut. Ona bir səfə qoyublar, burada bəllidir, cırılıbdır, qoyublar o bir səfənin üstünə. Əks alıblar, sonra bunu qoyublar bu bir səfiyyə təzədən arxasından onu əks alıblar. Ehtimalən bu özü elə yazarlar onu bir səhifədə, kiçik bir səhifədə kəsiblər, qoyublar arasına. O nəzərə o cür gələ bilir. Təqribən kitabın yetişdik sonuna və qutardıq, cildini də gördük, qeyd etdik. İndi qeyd edək kitabın əvvəlinə görək ki, bu təqvim türküdə həm də nə deyir. Məclis-i Şura-i İslamidə bu saxlanır. İndi şumarə qəfəsəsi 70-78-dir. Kitabın səbt olduğu 774-272. Kitab furuşi Mustafi. Acaba indi burada görək bunlar nədir? Bir dənə bu səhifələrə gələk. Xətti fehrist şödə. Bu da əl yazmadır, fehrist olubdur. Gedək görək ki, burada ahara getdik. Bunu oxuya bilsək, burada bir şey. Bura görsətdiyimiz kimi burada bir şeylər yazmışlar, qırmızı ya elə bu cöhərlə ki aşağı üstə yazılıbdır. Onu rəsmən sansurçular siliblər. Bunu demək olar ki, sansurçular bunu siliblər. Dirəlim şənbə 7 şəhri Şəbanil Müəzzəm sənəsini oxuram. Amma burada bir də 30 sənə hicri 1336 burada bir ədəd yazılıbdır. Amma bu nə üçün yazılıbdır? Hicri qəməri qalanları siliblər. Kari qımış şod və ilə kai ələ əsğər ilə əsğər. Belə bir şey yazıblar, amma vaqəən üçün adam əvvəldən axır oxuyanmır. Tehrətlər kari qəmi şod və əkai əli əsğər Əl-Sidqidi nədir? Belə bir şey adı Əli Əsqəri Ərrəs hər nə mənə oxuya bilmədim. Nə mənə siyome sili sasi
Nasir. Nəmini Nasirdir burada. Ehtimalən yox, o deyil, bilmirəm. İstirdim deyəm Nasir Xosro, gördüm ki, yox, o bir şey deyil. برام کی پیوست غلطیده مرام کی نوشت یا da کی نوشت غلط‌دür حریم نمیدانم پسند و طبع خسخرا oxuya bilmədim mütəəssifانə. Onu bilmədim ki ne olur? Əl-əqləbdə vəli. Sənəm ya qəməri ya ki bəhar. Sənəm ya qəməri ya əli ya ki bəhari. Babi eləmənə oxuya bilmədim. Bunu da oxuya bilmədim. Yenə də buna tarix qoyubdu. Fəsənə tarix falan. Gedək kitabın özünü görək oxuya bilirik. Bu xətt əlbəttə kitab Məclis Şurayı Milli 1302 kitabxana belə yazıbdı. Bismillahirrahmanirrahim. Görək ki, bu Bismillahirrahmanirrahimdə Həmdi əncüm şumar və şükri daimül ənvar. Baxanda burada bəlli olur ki, haralar silinibdi. Ya da ki bu silinməyibdi. O məclisin ki əksini salıblar bura, odur. Mən bunlardan ki deyirdim, bunlar siliniblər, yox silinməyiblər. O rəngin əzadından deyil. Bu o məclisin əksin ki kitabın dalısına salıblar, əksel nə deyirlər, kompüterdə bunu əksi şey eləyəndə, PDF eləyəndə, onun əksi ağdır, eyni o şeyə bənzir. Çox üzr istəyirəm, mən bunu o cürüsü dedim ki, bunun hər yerində görünür ki, ağ cöhərinə bunu rəhləyiblər, sonra yazıblar. Yox, ağ cöhər kimi görsənən, əslində o arxadan bunlar saldıqları amblemdir. O məclisin, bilmirəm indi, qapısının, saxtmanın əksidir, nəyin əksidir. Burada onu salıblar bunun üstünə, həylə görsən, onu ağ salıblar bunun üstünə, hər yerdə o cür görsən. Bəs bu o deyilmiş, o yanlış olar. Mən onun ki demişəm, o yanlışdır. Həmdi əncüm şumaru şükr daimül ənvar xaliqil leyli və nəhar cənab-ı kirdigarə səzavardır ki təbarəkəl-ləzi cəələ fis-səmai əbru ca'u cəələ fiyha. Yox, bu nə mənədir? Burucən və cəələ fiyha siracən və qəmərən munira. Fəhvası. Yəni bu ayəyə dayanaraq fəhvasıncə fəhvayı şərifi üzərə əvalim-i mütənəvvəə xəlq və icad ərbabi icad və ərbabi buyurdu. İcad və ərbab buyurdu və sələvat-i mahzur ya və sələvat-i mənsur əbədi əz-zuhur və calibdir bu kitabı oxumaq. O rəng əslən qoymur adam bunu yaxçı oxusun, görsün nədir. Təslimat-ı mərfur xatəmül ənbiya'dır. Sən muxtar, indi burada oxunmur ki, yəni o qədər. Muxtar həzrətlərinə ərz və nisar olunsun. Əshab-ı kən-nucum bi'abihim kəl-ucumi ma bihim ihtedeytum mefhumi latifi üzrə əshab ya kimani əcra başlaq buram, nə demək olar? Əshab ya kəmani
əcram əlviyyə-i müqəddəsəyə qiyas və nisbət bir dəhr ya deyilir. Baş tapmadım bunlar. Mütəəssifanə bu xətti biraz oxumaqda zor çəkirəm. Özü də kitabın özündə də mənim bir cür olubdur ki, indi kitaba şeyim var, həssasiyyətim var elə bil. Dəlail-i simtaq qəblə salah və hidayət buyurdu. Çox əslən bu elə bir nəzərə gəlir ki, dəlail-i simtaq qəblə salah və hidayət buyurdu və əla alihi və əvladih əcməin. Çünki rumuz əqliyyə və əmal hesabiyyə yerma fiyu ma dərəcə 3 kəmalə rəsidə. Mən bu kitabı oxumağa biraz şey oluram. Nəzərimə də gəlir ki, oxumaq olar, amma bilmirəm, nəzərimə bir cür gəlir. Bu kitabı hər halda oxumayım. Çünki heyf olsun. Bunu oxuyamıram yəni. Gedək bir ayrı kitab açaq. Bunu mən bilmirəm nə dəlildən dolayı nəzərimə gəlir ki, məndə də deyil, kitabdadır. Yəni o kitabda bir şeylər görürəm. O dedim məclisin əksidir, biraz kitab köhnəlidir, biraz keyfiyyəti əksi aşağıdır. Bu cür əl-ələ verdi, hər halda eləyə bilmədim, təşxis verəm çoxlu hərfləri. Bundan belə ki, gözlüyümə də biraz acab kitab oxuyanda dəyişirəm ki, bəlkə həm sizə orada işıq düşsə əziyyət eləməsin, həm də mən gözlüyümü çıxartmayayım. Bu birisi kitab açırıq. İmam-ı Cəfər Sadiq əleyhissalamdan bir kitab qoyublar burada. 36 səhifədir. Yəni hər səhifə, əlbəttə bu deyilir, yəni hər səhifədə 2 dənə qoyubdur. Universiteyi, Princeton University Amerikada bu kitabı kitabxanası, Princeton University Library bu kitabı qoyubdur. Haza kitabı Həzrəti İmam Cəfəri Əs-Sadiq əleyhi əssalam. Tamam. Bunu beləsi oxuya bildik. Haza kitabı, bu da şey yazıblar aşağısında, çalışıblar o hazanı ki üstə yazmışdı. Onu təzəşdən İngiliscə, Latincə deyək də, Latincə yazsınlar. Copyright yoxdur. Princeton University Library claims no copyright. Demir ki bu bizim deyil, demir, bunu demir əslində. Kitabın 32 səhifəsi vardı. Yəni 64 səhifəlik bir kitabdır. Eni boyu, eni 221 millimetrdir, yəni 22 santimetrində, hərəsi olur 11 santimetr və boyu da 142 millimetrdir, yəni olar 14 santimetr 2 millimetr olar. Collective title from text falan, o da physical description. 17 lines, hər səhifədə 17 sətirdən ibarətdir. Written in Nakş in Belk European paper, kağız, Avropa kağızıdır. Text framed in red, çərçivəsi də qırmızıdır. Tamam, bunları gördük. Gələk kitabın özünə, cildinə. Əvvəl bu kitabın da bir kağızına baxaq, görək ki, nə vəziyyətdədir. Görürük, buduxa, əl-an. Kitabın eşiyi dəmiridir, qıraqları qərədir, ehtimalən parçadırlar o qərələr. Şirazə də qərə parçadır. O birisi səhifəyə gəlsək, cildi açdıq, içi də elə o cürsi yenə o rəhdədir. Və birinci səhifə salimdir, əl vurmayıblər. İran kimi hər yerə möhür basıb, yazıb, bazresi şud eləməyiblər. Kitabı xərablamayıblər əslində. İranda gətiriblər kitabın da üstünə bir dənə o da məclisin qapısının nəhsini salıblar, yapışdırıblar ora. Burada 2 səhifə də burada ağdır. Kitabın əslinə yetişirik. Bu kitab
İranda yazılan kitablardan biraz yenə fərqlidir. Ehtimalən çox Osmanlıya yaxınlaşır. İlləti budur ki, o Bismillahirrahmanirrahimin üstündə bir şey yazacaqdır, onu yazıbdır. Bir dənə qab olacaqdır, onun yerinə yazı yazıbdır. Onun da üstündə bir günbəz var, günbəzin içində güllər vardır və onun günbəzin üstündən də bir şeylər göyə gedir. Bu günbəz və günbəzin üstü Osmanlı əlamətinə çox yaxındır. Bismillahla başlayır kitab. Burada görürük qıraqları işlənibdir, barmaq yerləri baxsaz, kamilən kitabın hər yerində bəllidir. O birisi səhifələrə baxırıq, çox gözəl yazılıbdır, yazı rahatdır. Tazaşdan bir dənə Bismillahirrahmanirrahim ilə burada qarşı-qarşıya dururuq. Ərəb kəlmələrin, yazıların, hərəkələrin qoyub üstünə, yəni eyraq qoyubdur, amma türkcələrə yazı eyraq qoymayıbdır. Burada yenə də həman qəziyyəni görürük. Yenə Bismillahla başlayır. Ehtimalən İmam Sadiqin məsələn bəzi sözlərini burada toplayıblar, amma kim eşidibdir, kim yazıbdır bunları, o da məsələdir. Burada da görürük bəzi yazıları kadr içində yazıblar, yəni kadrın içində kadr qoyublar, onları yazıblar və kitab qutardır. Çox kiçik bir kitabdır və qeydaq başlayaq, görək ki, bunu oxuya bilirik ya yox. O birisi kitabı çox göylüm istirdi oxuyaq, çünki yazısı çox idi, amma heyif olsun ki, kitabın özü mənə əziyyət elədi. Yəni, kitabın desəm ki, bilmirəm, köhnəliyi idi, hər halda geçək. Haza kitab-ı Həzrət İmam Cəfər Sadiq əleyhissalam ərzə la ilahə illahu vəl hayyəl-ləzi leysə kəmislihi şeyun və huvəs-səmiyyul əlim la bidayətə ləhu və la nəhayətə ləhu və əfzəlus sələvat və əkmələt təhiyyat ələ rəsulihi Muhammed əl-Muxtar əl-Əmin və alihi əcməin və ələ sairil ənbiyai vəl-mursəlin. Amin ya Rabbəl aləmin. İmam-ı Natiq və İmam-ı Cəfər Sadiq Həzrətləri buyurdur ki, ərkan-ı təriqətdə xirqənin piri mürtəbidir ya mərtəbidir. Xirqənin piri mərtəbidir və xirqənin yüzü pirdir və xirqənin yəmini sağ əlidir, sağ əlidir. Olmadı bu. Sağ əlidir, yəsari sol əlidir və əhkam-ı təriqətdə 6 nəsnə fərzdir. Əvvəli səxavətdir, ikincisi mərifətdir, üçüncü yəqindir, yəqin, dördüncü səbridir, beşinci təvəkküldür, altıncı təfəkkürdür. Diqqət eləsəz burada o xirqə dedikləri, yəni onlar ikisilər dərviş yaşamın, sufi yaşamın, zaviyə yaşamın seçələr və o cür yaşayırlar. Onlara 6 dana sifət sayır, nəsnə fərzidir. Əhkam-ı təriqətdə 6 nəsnə fərzidir. Biri səxavət, deyir, yəni bağışlayan ola. Mal bağışlayan ola. Mal bağışlayıcı ola. İkinci mərifət, çox bilgi sahibi ola. Üçüncü yəqin sahibi ola, yəni Allaha yəqin eləyə. Dördüncüsü dözümlü ola, səbridir. Dözümlü ola. Beşincisi təvəkkül eləyə, altıncısı təfəkkür. Və ərkan-ı təriqətdə 6 nəsnədir. Buracan o dedi ki, nə mənəsi əhkamı 6-dır, bunlar əhkam idi. Yəni bunları eləyəcəksən, istəyəsən girəsən. Amma ərkanı var bunun, bir də rükünləri var, yəni onlar olmasa olmaz. Ərkan-ı təriqətdə 6 nəsnə fərzidir. Əvvəli elmidir, bilgi. Hilm məlilə şakirlikdir, şakir. Beşincisi zakirdir, daimən zikr edəcəksən. Altıncı üzlətdir.
tək qalmaq, uzaqdan, cəmiyyətdən uzaq qalmaq. Bəyan-ı təriqətdə bu oldu ikinci. Əvvəl əhkam, sonra ərkan, sonra indi bəyan. Bəyan-ı təriqətdə 6 nəsnə fərzidir. Əvvəli iradət, ikinci icabət. İradət, məsələn, mürşidin vardı, böyün vardı, ona iradətin olacaqdır. Onun əmrinə icabət eləyəcəksən. Üçüncü zühdüdür. Dördüncü təqvadır. Bunların mənasını dəqiq bilmirəm. Ona görə bunlara geçmirəm. Beşinci qənaətdir. Altıncı əxlaqdır. Mütəəssifənə bunların hamısının yeri İran millətinin içində boşdur. Yəni mən deyərəm bu Kanadada tamam qurumlarda bunları görmək olar. Hətta zuhdu da belə görmək olar, təqvanı da görmək olar bu insanlarda. Qənaəti də görmək olar, əxlaqı da görmək olar. Amma İranlılarda təəssüflə görmək olmaz. İcabət təriqətdə 6 nəsnədir. İndi bu dördüncüsü oldu icabət. 24-cüyə getiririk də, yəni əslində 24-dən olacaq. İcabət. Təriqətdə 6 nəsnə fərzidir. Əvvəli ehsan, ikincisi zikr, üçüncüsü şükr, dördüncüsü tərk, beşincisi xovf, altıncısı zövqdir. Rivayət İmam-ül Müttəqin Ali ibn Əbi Talib kərrəmallahu vəcəhu idir. Miyan bəstənün, o ki özün miyan bəstə yəni kəmərin bağlayıbdır, amma o mənada deyil bu da. Miyan bəstə yəni onlar ki istəyirlər yola girələr, bu yola girələr olar. Miyan bəstənün qəc nəsnə açılır ya. Miyan bəstənin burada bir boş yer qoyubdur, bir şey yazacaqdır. Məsələn, burada yazacaqdır 5 nəsnə, 10 nəsnə filan. Qəc nəsnə acəli açılır. Ol nəsnələr kim? Bəğlu ol 12'dir. Bir nəsnələr açılır, bir nəsnələr də bağlıdır. Amma bu nədir? Miyan bəstənin neçə nəsnə açılır? Ol nəsnələr kim? Bəğlu ol 12'dir. 12 danası bağlıdır. Ol nəsnələr kim açılı adən süfrəsi açıq gərəkdir. İkincisi qapısı açıq gərəkdir. Üçüncüsü əli açıq gərəkdir. Dördüncüsü qulağı açıq gərəkdir. Beşincisi dili açıq gərəkdir. Altıncısı işi açıq gərəkdir. Yedincisi qədəmi açıq gərəkdir. Səkkizinci ayağı açıq gərəkdir. Dokuzuncu xəlq acıq gərəkdir. Xəlqə acıq gərəkdir. Açıq olaq ehtimalən olacaqdır. 8-ci ayağı açıq gərəkdir. 9-cu xəlqə açıq gərəkdir. 10-cu səğavəti açıq gərəkdir. 11-ci əli açıq gərəkdir. 12-ci Fatihə oxumaq gərəkdir. Amma ol kim bəğlidir. Bağlılar nədir? 12 dana demişdi şeydir. Qəsnələrdən ol nəsnələr kim bəğlu. O 12'dir. Ol nəsnələr kim açıqdır? 4'dür. Tamam, 4'lərə indi geçəcəkdir. Amma ol kim bəğludur? Əvvəli gözü bağlı gərəkdir. Əvvəl gərək gözü bağlı ola hər şeyə. Məhrəm, naməhrəm, haram, halal. Bunlara baxaq. Naməhrəmdən. Gözü bağlı ola naməhrəmdən. Əvvəli gözü bağlı gərəkdir naməhrəmdən. İkincisi qulağı bağlı gərəkdir yaramaz xəbərlərdən, faydasız xəbərlərdən, faydasız sözlərdən. Üçüncü dili bağlı gərəkdir şirkidən. Dördüncüsü xatiri bağlı gərəkdir kibridən. Beşincisi məkri bağlı gərəkdir. Altıncısı buxli bağlı gərəkdir. Yedincisi hirsi bağlı gərəkdir. Səkizincisi fütüvvət bəndi bağlı gərəkdir. Toqquzuncu eybi bağlı gərəkdir. 10-cu əli bağlı gərəkdir. Oğruluqdan. Əli bağlı gərəkdir oğruluqdan.
oğurluqdan ağlı bağlanmalıdır. 11-ci, xuyu bağlı gərəkdir yaramaz işlərdən. Xuy, əxlaq, bu şey ki, bizə bunun üçün əxlaq deyə deyirlər, o xuydur. 12-cisi, haqq qeyridən göklü bağlı gərəkdir. Əgər sorsalar, pirün kimdir? İtə kim, deyə kim? Buldur, anın üçün. Buldur, filan kəsdir ya, ehtimalən buldur. Anın üçün Həzrəti Rəsul-i Əkrəm buyurmuş, mən təşəbbəhə qovmən fəhuvə minhum. Hər kəsə bənzətsə özün, geyimin üstün onlardandır. Bu hədisi biz düşünməmişik tarixdə. Mən buna neçə gündür fikirləşirəm. Özəlliklə yatan zamanlarda fikirləşirəm, yarımçılıq qalır. Biz kamilən qərbiləşmişik, Məsihi dünyasına çevrilmişik. Paltarımız Məsihi paltarıdır. Məsihlərin yaratdığı paltardır. Bayramlarımız Məsihlərinki olub çoxu. Torpaqlarımız Məsihlərin əlindədir. Kitablarımızı Məsihlər yazırlar. Pulumuz Məsihlərin əlindədir. Bahlarımız Məsihlərin əlindədir. Nə mənə yeyiruq, içiruq bu günləri, onlar Məsihi dünyasından gəlir. Bir çoxu. Yəni, biz bir növ Məsihi yox. Yalandan namaz qılırıq. Çünki bizi nə mənə Məsihiyyət dünyasından ayırır ki? Əgər danışmasaq, dilimizdə, biraz ləhcəmizdə fərq olmasa, Məsihlərlə bir yerdə dursaq, bizimlə onların fərqi yoxdur ki. Danışanda dilimiz fərqi, bunlar Məsihi olmağa çalışırmışlar, dilləri hələ dönməyibdir. Tariximiz onlarınkidir, miladidir. Özümüzdən indi bir şey sahabı deyilik. Hər nə mənəmiz var əslində, biz Məsihiyyət dünyasına bağlıyıq. İşimiz, gücümüz bağlıdır onlara. Gəlirimiz bağlıdır onlara. Həzrət Rəsul deyibdir ki, əgər sorsalar, pirün kimdir, etə kim buldur, budur. Onun üçün Həzrət Rəsul Əkrəm buyurmuş ki, buyurur, mən təşəbbəhə qovmən fəhuvə minhum. Hər kəs bir ayrı millətə bənzədə özün, təşəbbəhə bənzədə özün, qovmən bir ayrı millətə fəhuvə minhum. Pəs o adam onlardandır ki, onlara bənzəyir. Biz nə cür giyinirik, nə cür davranırıq, nə cür gedirik, nə cür gədirik, nə cür işləyirik, nə cür... Bunların hamısı bizim təşəbbəhə ilə paltar deyil ki, yaşam tərzidir. Mən təşəbbəhə, yəni hər kəs yaşam tərzin bənzədə birlərinə. Məsələn, İranda çox adam çalışır dövlətlilərin yerişini yeriyə. Dövlətlilərin yerişini yeriyənmir, qaz yerişini yeriyənmir, özü də cırılır da. Yəni, bu da bir şeydir, türkçə məsəldir. Qaz yerişini yeriyənmədi, cırıldı, nə oldu? Belə bir zərbi məsəl var. Ərz eləyim ki, əgər sorsalar ustadınla sənin beynində nə bağlıdır? Etəküm şül şah və təlqin piran bağlıdır. Mən burada bunu oxuya bilmirəm. Bu şüddür nədir? Etəküm oxuyamıram bunu. Yəni şüd burada məni vermir ki. Şölə şahu təlqin piran bağlıdır. Şölə şah və təlqin piran bağlıdır. Əgər sorsalar şəddün bu nə deməkdir? Burada da indi həman üstdəki o şəddi yazıbdır. Kaf qoyub burada.
Şəddün nədir? Yetər ki, şədd şah. İndi burada da deyir ki, şəddün nədir? Cavab verək kim? Əgər sorsalar şəddün nədir? Bəlkə şəkkin nədir? Əgər sorsalar ustadınla sənin beynində nə bağlıdır? Cavab etəkim şüllə şah. Şüllə nə deməkdir? Ya şək. Və təlqin piran bağlıdır. Əgər sorsalar şəddün nədir? Cavab verəkim təslim olmaqdır. Təşdid qoyub ona da daldır, şəddidir. Şədd nə deməkdir onu bilmirəm. Şədd şah və təlqin piran bağlıdır. Əgər sorsalar şəddün nədir? Cavabı verəkim təslim olmaqdır. Şədd budur və dəxi vəfa eyləməkdir. Əgər sorsalar pirinlə sənin beynində nə nişani vardır? Cavab etəkim təvəlla təbərra vardır. Əgər sorsalar sana pir nə dedi? Cavab etəkim tur xidmətinə otur. Tur xidmətlə otur. İzzətlə söylə ədəb ilə. İzzətlə söylə ədəb ilə. Hər kim ondan sonra əstəğfirullah ya eyyuhəllezine amenu ətubu iləllahi tövbətən nəsiha min cəmi'i kərrəhallahu qovlən və fi'lən və xatirən və səxrən və zəhrən qovluhu ta'ala innellezine yubayi'unəkə innəma yubayi'unəhumullah yadullaha fوق əydihim fəmən nəkəsə fəinnəma yənkəsu ələ nəfsihi və mən avta bima ahədə əleyhi Allahu fəsəbutihi. Burada əcrən əzimə belə bir şey yazıbdır, amma mən oxuya bilmədim. Zəfər nədir? Etəkim bəs budur. Əgər sorsalar budurdən murad nədir? Budurdən murad nədir? Budur nəymiş bu? Ay əzimə. Fəqr nədir? Fəqr nədir? Etəkim bəs budur. Əgər sorsalar budurdan murad nədir? Etəkim əvvəluha salam, əvsətuha təam, axəruha kəlam. Əvvəli salam demək, əvsəti qəza yemək, yəni təam yeməkdir, axəruha kəlamdır, sonra danışmaqdır. Əgər sorsalar miyan bəstənin şəraiti və keyfiyyəti nədir? Qovluhu Teala və təfqən yəhsifan əleyha və min vərəqil cənnəti rivayətdir ki, əvvəli dünyada miyan bəstə kimdir? Adəm əleyhissalamdır. Əvvəl Adəm, yəni beləsi deyib da. Rivayətdir ki, əvvəl dünyada miyan bəstə kimdir? Adəm əleyhissalamdır. Dəryaya Ədəmdən vücuda gətirib dilədi kim dünyaya verə. Onun libasını uçmaqdan 4 yabraq oldu. Uçmaq dedik ki, Türk dilində cənnət dedikləri ərəbcədə ona ya Allahın yanı, Allahın yanına deyirlər uçmaq. Uçmaqdan 4 yabraq oldu. Bir yapraq, bir topraq, biri su, biri od, biri yel. Deyir ki, bəs nədir bir də buranı oxuyalım. Deyir ki, dəryaya Ədəmdən vücud yabraq oldu. Biri topraq, biri su, biri od, biri yel. Və pirlər dəxi 4 təkbir qılırlar. Və bu 4
vəslə üzərinə qılırlar. Əvvəl vəslənin biri oududur, qeydmaq. İkincisi həll olmuş kafürdür. Üçüncüsü la yeksandır. Lalə yeksandır. Ehtimalən li ilah yeksandır. Belə bir şey oxunacaqdır. Bəzən indi burada yazıb lalə yeksandır. Pir edərlər. Əvvəluha təkbirdir. Əvvəl bismillah və billah və illallah, Allahu Ekber. Bismillah və billah və illallah, Allahu Ekber. Saniyen Bismillah Bismillahirrahmanirrahim. Bismillahi elhamdülillahi rabbil alemin. Allahu Ekber. Və salisuha üçüncüsü Bismillahirrahmanirrahim və bi emrillahi vel yevmil ahir. Allahu Ekber. Qoluhu Teala, Allah'tan misal getirir. Laqad sədəqallahu rasulehu er-ruyaya bil haqqi letedxulennel mescidel harame inşallah aminin mukhallifine ru'usuhum ve muqassirine la yakhafune fa'alime ma lam ta'lemun fec'ale min dun zalike fethan qariban huvellezi ersele rasulehu bil huda ve dinil haq liyuzhirahu aled-din kullih ve kefa billahi şehiden Muhammeden Resulullah diye ondan sonra pirlərin adın ana. Ana yəni xatırını gətirə. Və dəxi kəndi pirinin adın ana. Dəxi pirlərinin şəraitin yerinə gətirə və silə kəsvət ana. Vəsili kəsvət ana. Adəm peyğəmbərin küməlki əncir bir ağacın ağından başlapadan. Kömləgi, köynək. Burada bəlli olur ki, bu Osmanlı türkcəsində, Osmanlı dövrlərinin türkcəsində yazılıbdır. Şəraitin yerinə gətirə vəslə kisvət ana Adəm. Vəsli kisvət ana. Adəm peyğəmbərin kömləgi əncir birağından, yaprağından, yapraq yazıbdır. Əncir yaprağından idi. Buləndə, belində bağlanmış idi. Əncir yarpağından bir ona köynək çevirmişdi, belində bağlanmışdı. Bağlanmış idi. Çün Adəm dünyaya verdi, Haqqı Teala Cəbrail əmr elədi, Tuğba ağacından bir yapraq verdi. Adəm əleyhissalam əlinə aldı. Belə gətirdi dünyada 40 yıl Adəm o ağacı əsa edindi. Ondan sonra o əsa Musaya dəndi. Musaya döndü ya dəndi. Əvvəl miyanbəstə Adəmdir və dəxi 17 peyğəmbər miyanbəstədir. 17 peyğəmbər miyanbəstədir, qalanları yox. Niyə axara getdi bu? Mən bunu getdim ra. Əvvəl Nuh əleyhissalam, ikinci Şeys əleyhissalam, üçüncü Şuayb əleyhissalam, dördüncü Musa əleyhissalam, beşinci Əyyub əleyhissalam, altıncı İsa əleyhissalam, yedinci İbrahim əleyhissalam, səkkizinci İdris əleyhissalam, dokuzuncu Cercis əleyhissalam, 10-cu Zülkəfl əleyhissalam, 11-ci Yuşa əleyhissalam, 12-ci Hud əleyhissalam, 13-cü Zekeriya əleyhissalam, 14-cü Salih əleyhissalam, 15-ci İlyas əleyhissalam, 16-cı Hazreti Aliyyə əleyhissalam, Hazreti Ali İlliyə, Hızr əleyhissalam, Hızr Osmanlı'nın, yəni İstanbuldakı dildə xı demirlər. 16-cısı Hızr əleyhissalam. Qoluhu Teala hal ataka ala men təəlləməni mimma əlləməhu və
rüşdən, yəni Musa Həzrət Hızr şagird olmayınca bu elmi Musaya hasıl olmadı. Və lakin elm təriqəti Hızrdan öyrəndi. Şəriəti Muhammedindir. Şəriət Muhammedindir, təriqət Əlinindir. Pəs təhqiq bildi ki, rəhbər Muhammed Əlidir. Və dəxi Hızr Ovliyanın başlarıdır. Babi baləhəng 7 arşın minəl ərzi misluhunnə Adəmin 7 əzasının hər biri sucud əmri oldu. Pəs məlum oldu ki, baləhəng 7 ərşin gərəkdir. Və dəxi bel bəğləmək hər bəndidə faidə vardır. Və 7 nəsnə açılır. Əvvəli buxulluq bağlarlar, səxavəti açarlar. Buxulluq, boxlun bağlarlar, səxavəti açarlar. İkinci, hırsın bağlarlar, zehnin açarlar. Üçüncü, cəhlün bağlarlar, hifzün açarlar. Dördüncüsü, şəhvətün bağlarlar, ləzzətün açarlar. Beşincisi, toxluq yəni doymaq. Doymaqda tox oldum, yəni doydum. Toxlu da buradan gəlir, yəni ki, çox yeyib toxdur. Toxtamaq da bundandır, yəni toxtadım, yəni rahatladım, istirahət elədim. Burada da yemaqdan gəlir əslində. Ona görə burada da onu yazıbdır ki, şəhvətin bağlarlar, ləzzətini açarlar. Beşincisi, toxlu desaq sir şodən, siryabi belə. Toxluğun bağlarlar, acılığın açarlar. Altıncısı, şeytanın bağlarlar, rəhmanın açarlar. Yedincisi, haramın bağlarlar, həlalın açarlar. Ta ismi mərifət sabit olə və dəxi şəriət xələtin cövhəri və yəqin və səfayı xilasın bu biridir. Hər halda bu da bu növ bir kitabdır. Mən çox da bunları anlamadım nədir. İmam Cəfər Sadiqə nisbət veriblər, bağlayıblar, bu kitabı yazıblar. Mən bunları anlamadım. İndi burada bir ayrısı başlarını buradan oxuyaq. Şurada bu səhifədə nə yazıbdır? Allahümmə səlli ələ seyyidina Muhammedin nuri cəmali xuda. Allahümmə səlli ələ seyyidina Muhammedin nuri cəmali İmam Əliyyil Murtəza Şah-ı Mərdan nuri Yazdan şir Mərdan la fəta illa Əli la seyfə illa Zülfəqar gər günahi çuf qaf ya Cəlil gəl günahi çuf qaf ya Cəlil çuf qaf ya Cəlil Allahümmə səlli ələ seyyidina Muhammedin nuri cəmali Xədicətil Kübra xeyrun nisa Allahümmə səlli ələ seyyidina Muhammedin nuri cəmali Fatimə əz-Zəhra xeyrun nisa Allahümmə səlli ələ seyyidina Muhammedin nuri cəmali İmam Həsən xəlqur rıza Allahümmə səlli ələ seyyidina Muhammedin nuri cəmali İmam Hüseyn vəliy məzlum şah şəhid dəşt Kərbəla Allahümmə səlli ələ seyyidina Muhammed nuri cəmali İmam Zeynəl Abidin 14 معصوم پاک اللهم صل علی سیدنا محمد نور جمال امام محمد باقر اللهم صل علی سیدنا محمد نور جمال امام Cəfər Sadiq məzhəbi pak Allahümmə beləsə hamısın gedir. Amma burada bir şey mənim zehnimə gəldi. Şiəliği hardan bilirik ki, farslara bağlıdır? Buradan baxın, deyir ki Allahümmə səlli ələ seyyidina nur-i cəmal İmam Zeynəl Abidin 14 məsum. Bu elə 14 sözün ki gətirir, buradan bilirik ki, sonunda hər yerdə başarsa bu farslığa tərəf gedəcək. Çünki qıblası şiəliğin farslıqdır. Fars millətçiliyinə bağlıdır. Ya farsçılığa bağlıdır, hətta millətçilik deməsək. Duayı təriqə
təriqətçi əvvəl Zülfiqari əlinə alə, gərəkdir kim ziyarət edən, hər kim var isə xalis olan taliblər ziyarət edələr. Sağ əli ilə qəbzəsindən tutub qolun qaldırə, edə kim şah merdan Əlidən sən qalıbsən yadigar, لا فتى إلا علی لا سیف إلا ذوالفقار. استاد نفس ایمان طریقت ارکان مشایخ طریق اولیا غازیlər haqq gördü haqq cələrim dəstur şah diyə duay axır طریق ذوالفقار kəskinliginə yeddilər fənalığına, gögülər muradına, şah düstünə, eşq ilə şevq ilə bir Allah diləlim, bir Allah diyə ondan Mehdi zuhur olə, ərənlər fəxri məzid diyə. Tamam. Ərənlər fəxri məzid deyə. Bunları oxumağın əlbəttə özünün bir şeyi var da, gərək adam bunu oxuya bilər ki, harası bir sözdür, harası cavabdır. Tazaşdan yenə gəlir Bismillahirrahmanirrahim. Əl-Əliyyül Ali. Allahümme salli ala seyyidina nuri sərvəcini mayuha ula mucteba memduh əsrar lafeta İmam Əli el-Murteza ve ala nurihi ma'sum tahir eş-şahidi el-eşhadu Hazreti Ma'sum Muhammed el-Ekber. Beləsi davam edir. Türkçə kitabda görürük çıraq oyandıracaq kimsənə bəyanındadır. Cümleyi oturan canlar diz üzərə gəlirlər. Qalqal bir bəşqə çıraqdan şəmə oyandırır. Qəbuyə varid niyaz edər. Gəlir mürşidə niyaz edər. Qıcın qəbuyə var dünya zayidir. Baş pürməğni sol baş pürməğni üzərinə qurusul əlin başlatmadım. Bunlar da hər halda bu bir dənə çox təxəssüsü bir kitabdır. Bir qonudadır ki, o qonusunu da mən düşünmürəm. Yəni adam gedək əvvəl bunu nə deyirlər? Qonuda bir azca məlumatı ola ki, sonra bunları da baş tapa nə deyir? İndi bu bir dil ilə danışır ki, o dili mən bilmirəm. Yəni zahirdə bir türkcə oxuyuram, amma bunun mənasını ki düşünmədi, yəni türkcə deyil də. Yəni bu bir dildə bir türkün bir dilin içində bir dil var. Əlaməti fəxr fəna, əmanəti versən əl-Qur'an, əmanət Əliyyəl Murteza, həvaləti İmam Rıza. Eyvallah və dost. Eyvallahu dost. Belə bir şey olacaq bəlkə, bilmirəm. Bəlkə deyirəm çünki bilmirəm ki, nə qonu nədir. Gedək görək ki, bu kitabda necəbə bir yerdə tapa bilirik. Bundan bir tarixi filan tapaq ki, hangi zamanda bu kitab yazılıbdır. Bir-iki yerdə bu tarix gördük əlbəttə. Baxıb indi onları da baxa bilsək. ehtimal verirəm bunlar şeir olsun ya da elə onları taydı. Oldu çün nur Muhammed məzhəri sirri xuda mürtəzadır aləmə həm müqtəda həm müntəha. Mən ulumun şəhriyəm dedi Əli babha. Mən ulumun şəhriyəm dedi Əliyun babha. La fəta illa Əli, la seyfə illa Zülfiqar. Ey münafiq, o qud kimi nədir alə əba, لحم که لحمی دلمی هم علی المرتضا شأنine nazil değil mi ayeti hal ata la feta illa aliyun la seyfe illa. Şeiridir buradan bu üzəsi bir elə devam edir. Hər iki beyti də bir çərçivənin ortasına yazıbdır.
Təqribən kitabın sonlarına yetişdik. Təəssüflə heç bir tarixdə görmədim ki, deyəm burada bir tarix görəydim, laqəl bunu bir tarixə bağlayaydık ki, hangi tarixdə yazılıbdır. Yazandan da əsər bilmədik. Yəni əvvəllərində heç olmasa biraz oxuduq bunun. Əvvəllərində bir ad olsaydı, əvvəldə bir 3-4 səhifəsini oxuduq, yəni heç olmasa. Bəli, buradan heç olmasa buradan oxuduq ki, olsaydı buradan bir 8 səhifə yəni oxumuşuq. Olsaydı bir görərdik. Təəssüflə bunun adı da yoxdur, şeyi də yoxdur. Əslində əgər qeysaq bir də bu kitaba, bu Təqvim-i Türki çox cəlib bir kitab olacaqdır, amma məncə bu kitabdan yaxşı əks salınmayıbdır. Yəni titriyib elə bir. Yəni indi fikirləşirəm ki, burada niyə o cür deyil? Çünki görürəm ki, bunun üstünə elə bir toz səpibsən. Yəni dumanın arxasından elə bir durmuşam, baxıram kitaba. Bu Təqvim-i Türki kitabında ki, İran məclisində saxlanır. Amma təəssüflə yəni o da bais olur ki, oxunmasın. Yəni o şey ki, şeydə deyirlər ki, fotoqrafi, əkkaslıq təxəssüsündə deyirlər ki, şeydə fokus deyil. Yəni biraz tar salıb da, tar salıb bunu ona görə oxuya bilmədim əslində. Amma nə qədər göylüm, yəni düzünü axtarsanız göylüm çox istəyir ki, bu kitabı biraz oxuyaydım, görəydim ki, məsələn, nə qonuda yazıbdı bunu. Əl çəkəmirəm, istəyirəm qutaram bir tərəfdən də əl çəkəmirəm buna. Güya hənuz rəsəd olunmuş ki, təqadimi səhihələrini istixrac və hesab müyəssərdir. Surət ilə əli ilə əl-qiyamə ilə dəsturul əməl diri ənil inhila. Yox, heyf olsun bu gözəl kitabı İran dövləti elə bir cür, yəni ya kitabı aradan aparır, ya da bunu yayanda elə yayır ki, 4-5 dənə iradı soxur bir kitaba ki, onu oxunmasın. Yəni bu əmdidir da, nə cür ola bilər? Məsələn, bunu da bir kitabxana çap eləyibdir. Özdə fotokopudur, bunun əsli bəllidir. Fotokopudan kitab saxlayıblar. Yəni bu kitab əsli kitab deyil, bu bunun fotokopusudur. Fotokopudan bir əks götürüblər. Bu Princeton danışgahının verdiyi şeydir, keyfiyyətdir. Bu da İranın məclisi ki, dünyanın ən çox həzinəli məclisidir. Bu da bunun verdiyi şeydir, eşiyə. Outputu, yəni o məclisin eşiyə verdiyi, topluma verdiyi budur. Nə veribsən? Məsələn, bu məclisin etibarı da, İran məclisinin etibarı bu kitabdadır. Bu şeyi ki qoyublar ortaya. İran məclisi nə cür bir məclis? Belə bir məclis. Tar, arkada bir güc vardı, onu şey eləyir. Sən bilmirsən nədən danışırlar, çünki oxuya bilmirsən ki. Sən bilmirsən burada nədən danışır, nə yazılır. Çoxlu bir yazılar görürsən, amma nə yazıbdır? Yazıb da, bax ki. Amma nə cür baxın, bunu elə qoymuşsan ki, oxumaq olmur. Yəni, adam ki, Farsda səlitə deyirlər, Türkdə pıntı. İran məclisinin pıntılığı ki, məclisdə otururlar, ayaqlarını bir cür atırlar, yəni orada gediblər, yəni məclis ciddi bir yer deyil İranda. Çünki onlar da bilirlər, məclis ciddi bir yer olmamalıdır İranda. Elə kitabı da o cür eləyiblər, yəni kitabı da dəqiqən məclisin sifətlərini kitaba da daşıyıblar. Hər halda heyf olsun, bu kitabı da oxuya bilmədik. Bugünü bu iki kitabı istədim, yəni türkcədir. Oradan-buradan da oxumağa çalışdım, amma vaqəən bu kitabı göylüm çox istəyir. Yəni ürəyim gəlmir, bu gözəllikdə də xətti var. Oxuya da bilərəm, yəni nəzərimə gəlir ki, əgər bunu bir zərrəcən bunun fokusu çox olsaydı, bu arxasındakı rəng olmasaydı, bunun oxumağı çox rahat olardı. Çünki xətti də qəşəng xətti. Yəni demirəm, xətti o cür qabaqda oxuduğumuz kitablar kimi deyil ki, əslən oxumağı zor ola.
Məsələn, burada əgər istəsəm istixrac münfərid əbyanə hətta cədr bənaən əleyhi əvvəla tuli musəhhihi müəddil qəmərdən tərh eylədikdə məhfuz ol müstəxrəc olmuş olur ki təzif olanda qərə o təzif dolanqara zəf ol təsmiyə olunur. Zəf ol təsmiyə olunur və bu zəf ol ilə mərkəz aftabın cəmindən məhfuz sani hasil olur. Yenə zəf oldan mərkəz aftab tərh olunduqda üstədə olunduq olacaqdı. Bəs onu oxuya bilmədim. Məhfuz ol müstəxrəc olmuş olur ki təzif olunduqda zəf ol təsmiyə olunur və bu zəf ol ilə mərkəz aftabın cəmindən məhfuz sani hasil olur. Yenə zəf oldun ya əvvəldən mərkəz aftab tərh olunduqda məhfuz salis hasil olur və məhfuz sani ilə təfərrüz ehtimalən təfərrüz hangi cəmindən məhfuz rabi olur. Yəni çox təxəssüsü bir şeydir da. İndi bu nə cürdür, nə cəm edir, nə cür təzif olur, nə cür bu məhfuz olur. Bunları çox təxəssüsü bir şeydir. Oxumaq olur, amma dedim, yəni o adam istəyir, məsələn, baxın burada o nəxşəni ki salıbdı kitabı, əslən vaqəən heyf eləyiblər. Vaqəən bu kitabı heyf. Yəni zərəl üstünədir. Əslən bu məclis İranda tamamən zərəldir bu məmləkətə. Qacarların Nasiruddin Şahdan öncəsi şahlar doğru iş görüblər, qoymayıblar məclis olsun. Nasiruddin Şahdan bu yüzden. Çünki İran milləti o başdaşları baxmayın xain tuturlar, özləri xaindilər. İran milləti, İranda yaşayan insanların bir çoxu xaindir. İşi düz görsən ki, işi görəcəksən, orada hüquq da alırsan, yuxarı hüquq da alırsan, aşağı hüquq almırsan. İşi düz gör da. Sən lağəl işi düz gör denən ağa, mən işimi düz gördüm, qalan işləri hər kəsin qələt görür. Düzdür, hər kəs ki bir dana maşın ki tərsə işləyir, orada bir dana möhrə istəyə, düz işləyə, o möhrə əzilər oradan gedər. Yəni kitabı göylüm istir oxuyam, elə bir aclığım var bu kitabı oxumaq ki, əslən buna ətəş gətirmişəm, bunu oxuyayım, amma vəsəti müsəhhihi rüus ilə təqvimi səmani cəmini təzif eləyib zəif məzburidən məhfuz tası əşər tərhi olunduqda məhfuz ehda və əşərdən olur və tə'dil əsri və əşrin anun ilə əxz və bir muc. Yəni çox təxəssüsü bir şeydir. Bunu əvvəl deyim ki, bunu oxumamağın bir illəti ilə bəlkə onun təxəssüslüdür, amma vaqəən %99 bu kitabın vəziyyətidir. Yəni bu kitabın vəziyyəti düz olsaydı bunu oxumaq olardı. Əcəba bir ayrı kitab açaq. Xülasəyi Tarixi Ali Osman. Buna bir baxım görüm, əgər çox qabaqcan oxumuşuq olsaq, yox bu 189 səhifədir. Bunu biraz kiçildim, görüm ki nə cürdür. Ali Osman, harada saxlanır bu kitab? Xülasəyi Tarixi Ali Osman, Farsi, Ramazan Zadə Məhəmməd Tövfiqi. Məhəmməd Tövfiqi Ramazanzadə. Burada əlbəttə bir ayrı bir şey yazıbdır. Elə bir ki, bunu biraz çevirək, bunu
Görək ki, bu nə deyir? Bu da yekə yazsaq buna. Xülasə-i tarix Ali Osmani Farsi. Bu Farsidir. Əgər Farsi olsa ki, oxumayacağıq. Tamam, bu da geçsin. Bu kağızda yazıblar ki, o adam ki kitabı yazıbdı, onun adını qoyublar. Burada yazıblar, qoyublar buranın üstünə. İran Məclisində saxlanır. Bunun 25 santimetr 2 səhifənin enidir. Yəni hər səhifə 12 santimetr yarımdır. Boyu da 20 santimetrdir kitabın. Buradan fəqət əkslərdir. Xülasə-i tarix Ali Osman Məhəmməd Kemiyə Bəray Süleymani. Bu Süleyman kimdir? Məhəmməd Kemiyə Bəray Süleymani Noxəstə, Norəstə belə bir şeydir. Bəlkə bu kitabı sabah baxarıq. Əgər Farsi olsa ki, Fehriz Kitab-ı Təvarix Ali Osmani. Hər səhifəsində 2 dənə kitabdır. Özü də 2 səhifəsi boşdur. Yəni 4 yerə bölüb kitab. Yəni mənim gözümə biraz əziyyət edir. Bilmirəm, mən deyirdim ki, gözlüğümdandır, gözlüğümü çıxartdım. Gözlüğümü dəyişdirdim, amma vaqəən düzün desəm indi gözüm başladı qaşımağa. O qəd ki, deyirəm və burada bir duman var. Elə bir maşın sürürsən, torpaq da deməyək, maşının içi buxar eləyibdir, şüşələrdən eşik görsənmir. O cürsə bir vəziyyətdə baxırsan xiyabana. Həzrəti Sultan Süleyman xan. Qoy bunu birasını oxuyaq, görək bu nədir. Yəni kitabı oxumaq qoy qalsın, bu sabaha qalsın, heyfdir. Əlbəttə bu da qalsın, sabaha baxarıq. Allaha şükür olsun bu günləri 2 kitabla tanış olduq. Təəssüflə türkü dilində təqvim ki yazılıbdır, mühasibatda olubdur. Onu İran Məclisinin işçiləri İran Məclisi ki qeyri-şəffafdır. Kitabın özündə qeyri-şəffaf. Elə bir ki, bir yel əsibdir, torpağı gətirib tökübdür maşının şüşəsinə. Siz içəridən eşiyə baxırsınız. Ya elə bir ki, donuqdur şüşə, silmisiniz, getməyibdir, arxadan baxırsınız. Ya onları bilmirəm təsəvvürüdür. Amma hər halda maşının içi elə bir buxar eləyibdir, ya pəncərə, hamam şüşəsi. Hamı bunu görübdür. Hamamda hamam buxar eləyir, eşiyi siz görənmirsiniz. Burada da kitablar o cürdür. Təəssüflə. Ona görə eləyə bilmədik oxuyaq. Amma ikinci kitaba bir nəzər dolandırdıq. O da çox təxəssüs idi. Anlamaq zor idi. Çünki o şeyxlərin, sufilərin, pirlərin öyrətdiyi illər boyu insanları çıxarlarına görə, təcrübələrinə görə, gedişlərinə görə, işləyişlərinə görə onları tərbiyyət edirlər, öyrədirlər. Bizdə də onlardan heç bir sabiqəsi keçəcəyi olmadığı üçün zehnimizdə, dilimizdə onlardan bilmədiyimiz üçün kitabı elə bir başqa dildə bir kitab oxuyurduq, amma ərəb əlifbası ilə, türk əlifbası ilə oxuyurduq. Beləlikdə bu günü burada qutaraq Allaha şükrlə və həmdlə qutaraq bu 2 böyük kitabla, düşüncə ilə tanış olduq. Hər halda ikisi də